2018-ci il fevralın 3-də Daxili İşlər Nazirliyi məlumat yayıb ki, ayın 1-nə keçən gecə Zirə Bağlar masivində yaşayış olmayan nömrəsiz evdə yanğın baş verib. Hadisə yerinə keçirilən baxış zamanı orada yanmış kişi meyidi tapılıb. Onun paytaxt sakini İbrahim Əliyev olması və kəsici dəşici alətlə qətlə yetirilməsi müəyyən edilib. Bakı şəhər Baş Polis və Xəzər rayon polis idarələri əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində mərhumun oğlu Elməddin Əliyev, onunla birgə cinayəti törədən tanışları əvvəllər məhkum olunmuş Vəlcan Dadaşov və Nəcməddin İsmailov saxlanılıblar. 2018-ci il fevralın 1-də Xəzər rayon polis idarəsi və prokurorluğunun əməkdaşları Zirə qəsəbəsinin Bağlar masivində vətəndaş Azər Əliyeva məxsus evə baxış keçirərkən orada kömürləşmiş, baş nahiyəsi girişdən sağ tərəfdə ağzı üstə uzanıqlı vəziyyətdə naməlum kişi meyidi aşkar ediblər. Araşdırma zamanı aydınlaşdırılıb ki, mərhum ev sahibinin qardaşı 1961-ci il təvəllüdlü İbrahim Əliyevdir. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə İbrahim Əliyevin ölümünə sağ ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirmə səbəb olub. Yanğın təhlükəsizlik ekspertizasının rəyində göstərilib ki, yanğın kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş verib. Ayın 2-də İş üzrə şübhəli şəxs qismində mərhumun oğlu 1997-ci il təvəllüdlü Elməddin Əliyev, qonşusu 1992-ci il təvəllüdlü Nəcməddin İsmailov, bir gündən sonra isə 1976-cı il təvəllüdlü Vəlcan Dadaşov saxlanılıblar. Məlum olub ki, İsmailov əvvəllər 1, Dadaşov isə 4 dəfə məhkum olunub. Cinayətin törədilməsində istifadə edilən daş baltası və bıçaq Vəlcan Dadaşovun yaşadığı evin heyətində aşkar edilib. Harda bastırmısan? Harda bastırmısan? Əl vurma. Görsət. Göstər. O da dəstəyi görsən, o nədir? Biraz da o yüzden get. Şəkil çəkiz. Şəkil. Qoy belə indi. Onu düz qoy, qrama yapacaq, qoy ora. Biz yüzüne şık tuturuq abi, sen şəkil. Yumusan baltanı? Yox. İstintaqla müəyyən edilib ki, 2018-ci ilin yanvar ayında Elməddin Əliyev atası İbrahim Əliyevi qisas məqsədi ilə qəsdən öldürməyə qərarına gəlib. Tanışları Nəcməddin İsmailov və Vəlcan Dadaşova qətli sifariş edib, qrup halında cinayətin üsulu, yeri və aləti barədə ümumi razılığa gəliblər. Əliyev və İsmailov Zirə qəsəbəsində yerləşən mağazadan aldıqları bıçaqla və Vəlcan Dadaşovda olan daş baltası ilə silahlanaraq vahid niyyətlə birlikdə yanvarın 31-də Nəcməddinin idarə etdiyi Vaz 21011 markalı avtomaşınla İbrahim Əliyevin qardaşı Azər Əliyeva məxsus evə yollanıblar. Vəlcan evdə gizləndikdən sonra Nəcməddin İbrahim Əliyevə zəng edib həmin evə gəlməsini xahiş edib. Vəzifə bölgüsünə əsasən Əliyevlə İsmailov evin yaxınlığında puskuda dayanıblar. İbrahim Əliyev gəlib evə daxil olarkən Dadaşov balta ilə onun baş nahiyəsinə bir zərbə indirib. Sonuncu yıxıldıqda döş qəfəsinə bıçaqla 3 zərbə vuraraq zərər çəkmişi qəsdən həyatdan məhrum edib. Bundan sonra fevralın 1-i gecə saat 2 radələrində Elməddin Əliyev və Vəlcan Dadaşov cinayətin izlərini məhv etmək məqsədi ilə meyidi evlə birlikdə yandırmaq qərarına gəliblər. Tanışları Zöhrə Babayevin avtomaşınında Zirə qəsəbəsində plasmas qabda aldıqları benzinlə cinayət törətdikləri yerə qayıdıblar. Evin yaxınlığından götürdükləri avtomobil təkərini cəsədin üzərinə qoyublar. Benzini meyidin üstünə və ətrafa töküb oranı alışdırıblar. Bununla da zərər çəkmiş Azər Əliyeva məxsus 9120 manat məbləğində əmlakı qəsdən məhv ediblər. Təqsirləndirilən şəxs qismində dindirilmiş Elməddin Əliyev bildirib ki, atası ilə münasibətləri o qədər də yaxşı olmayıb. Əsasən də o 2016-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra münasibətləri kəskinləşib. Əvvəllər
Bir neçə dəfə atasını öldürmək ağlından keçsə də, qorxduğundan heç nə edə bilməyib. Hadisədən 2-3 gün əvvəl Nəcməddinlə birlikdə əvvəllər işlədiyi Vəlican Dadaşovun qaldığı evə gediblər. Elməddin Vəlicandan İbrahimi öldürməsini xahiş edəndə sonuncu problem olmadığını söyləyib. Zirə qəsəbəsində yerləşən marketdən 2 ədəd bıçaq alaraq onları aparıb Vəlicana veriblər. Xəzər rayon prokurorluğunda istintaq aparılan 18.001.60.09 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə aparılan cinayət işi üzrə təqsirlənilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 120.2.1-ci maddəsi ilə təqsirlənilən şəxs özünüzü təqdim edin. İsmailov Nəzməddin Fərhadoğlu. Nə vaxt haradan doğmusunuz? 16-12-1992. Siz rayon prokurorluğunda verdiyiniz ifadənizi hal-hazırda hadisə yerində bizə göstərə bilərsinizmi? Bəli. Həmin şəraiti, həmin hadisədən əvvəl, hadisədən sonra elədiyiniz hərəkətləri. Bəli. Hadisədən təxminən neçə gün əvvəl gəlib? Hadisədən bir 3 gün qabaq gəldik bura. Mən başqa bir şey Nə ilə aldım. gəldiniz? Maşınla, mənim Hansı maşınla. maşınla? 011 ilə. Nömrəsi neçədir? 132. 10 yer 132. Gəlib harada saxladınız maşını? Burada. Burada saxladınız. Kimdən Bəli. biri? Elməddin, mən bir də Vəlican. Vəlican oradaydı. Arxada oturmuşdu. Biz ikimiz düşdük dükana. Mən başqa bir Dükkanın adı şey. nə idi? Biomarket. Nə almağa düşmüşdünüz? Mən siqaret alırdım. O da yaxınlaşdı bıçaqlara. 2 dənə bıçaq götürdü. Mən də yaxınlaşdım yanına. Bıçaqları götürdü. Bıçaq Siqaret almaqda məqsədiniz nə idi? bıçağı almaqda məqsədi odur ki, Vəliyə versin ki, atasını öldürsün deyənə. Harada göstərin, göstərin. Bəli. Neçə ədəd götürdünüz? 2 ədəd götürmüşdüm. Bir daha təkrar edə bilərsinizmi nə məqsədlə götürmüşdünüz bıçağı? Elməddin o bıçağı götürmüşdü ki, atasını Vəliyə versin, atasını qətlə yetirməyə. Neçədən bıçaq almışdın? 2 dənə bıçaq almışdı. O nə üçün almışdın 2 dənə bıçaq? Nə bilim, Niyə 2 dənə almışdın? almışdı ki, Vəliyə versin. Neçəsini verdiniz Vəliyə? İkisini də verdi Vəliyə. Hadisə yerinə gələn neçəsini götürmüşdü Vəliyə? Vəli hadisə yerinə gedəndə bir ədəd götürmüşdü. O birisi evdə qaldı. Bəli, Bir daha bıçağı göstərin. Dəqiq bu bıçaqdır. bəli, təqib o bıçaq. 2017-ci il noyabrın 7-sində Sabunçu qəsəbəsində yaşayan Tünzalə Vəliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı Nazim Vəliyevin baş nahiyəsinə mətbəxdən götürdüyü çapacaqla, daha sonra isə maye qaz balonu ilə çoxsaylı zərbələr vuraraq onu qətlə yetirib. Xüsusi amansızlıqla qəsdən adam öldürmə ittihamı ilə təqsirli bilinən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın cinayət işi. Yanvarın 31-də atası gəlib evə daxil olandan bir neçə dəqiqə sonra Dadaşov əlində balaca fənərlə çıxıb onu öldürdüyünü deyib. O və Nəcməddin qorxduqlarından evin içərisinə tam girməyiblər. Meyidi görən kimi aşağı düşüblər. İsmailov onu və Vəlicanı düşürdüb öz evinə gedib. Sonra da Elməddin zəng elədi ki, Təxminən neçə dəqiqə sonra? üstündən bir 15-20 dəqiqə sonra Elməddin zəng elədi ki, bəs Vəlican deyəsən atamı vurdu evdə. Tak səsləri gəldi, balta səsləri. Bəs qışqırıq səs də gəldi. Sonra səs kəsildi və Vəli fanarla evin ətrafında gəzir. Mənə dedi ki, yaxınlaş bura, bizi götür gedək. Dedim, mən yaxşı yaxınlaşıram. Sən nəyinə yaxınlaşdın təzdən? Maşınla. Aha. Yaxınlaşdım bura, gördüm ki, bəs Vəli yuxarıda da süpürgə ilə nəsə silir. Elməddin də mənə çağırdı ki, bir dənə yuxarı gəl, bir dənə kişiyə baxaq, sonra gedək. Biz də qapını açarkən gördük ki, kişi yerdə uzanıb, qan içindədir. Elməddin də Vəlicanı maşına bindirərək apardım onların yaşadığı yerdə düşürdüm. Alətlər də Vəlinin əlində idi. Vəli də özü ilə apardı onları yaşadığı yerə.
Hansı ev idi? Bu ev idi. Meyd içərdə otaqdaydı. Biz qapını açaraq, bəli, qapını açdıq və meydi orada gördük. Pis oldu. Uzanmış. Meydin başında idi ayaqları. Bu yana yox, başı hansı? Başı qapı tərəfində. Başı qapı tərəfə, Bəli. ayaqları. Ayaqları o tərəfdə, bəli. Ağzı üstə uzanmışdı. Bəli, ağzı üstə uzanmışdı. Ağzı üstə uzanmışdı. Gəldi dedi ki, başımdan balta ilə vurmuşam. Sonra nə dedi? Sonra dedi, bir dənə də bıçaq vurmuşam ona. Heyvan arasına bıçaq. Yox, onu demədi. Sonra buradan çıxıb, üçünüz birlikdə danışmanda. Ha, buradan üçümüz də birlikdə çıxdıq, maşına mindi apardım, onları düşürtdüm yaşadı, bəlini yaşadığı yerə. Yox, mən də maşınıma mindim, evimə gəldim. Evi yandırmağa gedərkən Dadaşov hasarın yanından işlənmiş təkər götürüb və yuxarı qalxıb. Elməddin Vəlicana alışqan verib və oradan təxminən 10 metr uzaqlaşıb. Dadaşov evə yanacaq tökərək od vurub. Fevralın 2-də bölmədə əvvəl hər şeyi inkar etsə də, sonradan törətdikləri cinayəti təfərrüatı ilə danışıb. Vəlicana konkret heç nə vəd etməyib. Sadəcə o Rusiyaya getmək istədiyini söylədikdə ona maddi cəhətdən köməklik edəcəyini bildirib. Təqsirləndirilən şəxs vurğulayıb ki, Vəlican Dadaşov atası İbrahimi onun istəyi və tapşırığı ilə öldürməyib. Hələ ki, hadisədən 4-5 ay əvvəl Vəlican ondan 5000 manat borc pul istəyib. O da atasına deyib ki, tanışı faizlə borc pul axtarır. İbrahim Əliyev 3000 manat pulu ona, o isə həmin məbləği Dadaşova verib. Atasının Vəlicanla tanışlığı olmayıb. Onun yalnız adını eşidib. Nəcməddin İsmailov bildirib ki, qonşuluqda yaşayan Elməddin Əliyevlə dostluq edib. Mənim maşınla onları burada düşürtdüm və getdim. Maşınla. Öz maşınımla. Aha. Elmətdim və Vəlicanı burada düşürərək evə getdim. Üzü hansı istiqamətdə Biz o tərəfə. Gələndə hansı istiqamətdə gəldi? Gələndə də elə bu yolla gəlmişəm. Aha. Hə. Düşürtdüm, getdim. Gəldim ki, Düşürəndə Vəlican özü ilə birlikdə hansı alətlər düşürdü? balta, bıçaq götürdü, bir də Elmətdin ilə. Düşdülər, girdilər həyətə. Kişiyə zəng vurduq ki, gəl gələm. Mən çıxdım, getdim. Hansı kişiyə? İbrahimə. Kimdən? Mən. Nə dedi? Dedim ki, gəl yenə Azərin bağına, işim var səndə. Yox, dəqiqdə ifadədə necə demisən elə deyil. Hə, dedim, gəl Azərin bağına, adam var səni görmək istəyir. Mən də gəlirəm bura. Bəli. Mən də Elmətdinlə Vəlicanı düşürtdüm burada, buradan uzaqlaşdım. İsmailov qeyd edib ki, qətldən sonra gecə saat 3 radələrində Vəlican Elməddinin telefonundan zəng edərək onlara gəlməsini, izi tamamilə itirmək üçün evi yandırmaq istədiklərini bildirib. Cavab olaraq, o həmin işin onluq olmadığını, gələ bilməyəcəyini deyib və telefonu söndürüb yatıb. Vəlican Dadaşov bildirib ki, yeni il bayramından təxminən 7-8 gün sonra Elməddin atalığının onu və anasını incitdiyini, mütəmmadi olaraq döydüyünü bildirib. Bir neçə dəfə ikilikdə, bəzi vaxtlarda isə Nəcməddinin yanında Əliyev ona atalığını öldürməyi təklif edəndə o belə işlərə qarışmaq istəmədiyini deyib. Hadisədən təxminən 2-3 gün əvvəl tanışı növbəti dəfə ona atalığını öldürməsini xahiş edib və bunu heç kəsin bilməyəcəyini söyləyib. Daha öncə gəlmişdim 31-dən əvvəl. 31-dən əvvəl təxminən nə qədər gəlmişdim. gəlmisiniz? Hardasa 3-4 dəfə gəlmişəm Gəlib bura. burada neynəmisiniz? Rəsmən oturmuşuq, çayda düşüb getmişik. Həmin ərəfələrdə bu hadisəni törətməyinizlə bağlı müzakirələriniz olubdur? Olublar, hə, Elmətdinlə olub, bəli, hadisi eləməkləri də elə bir Sən ki. də orada iştirak edirdin də. Bəli, eşidirdim mən olanları. 31 yanvar 2018-ci ildə saat neçədə təxminən gəldi, birinci dəfə gəldim. 31 yanvar Kimlə gəldin? gəlmişəm bura, Elmətdinlə gəlmişik, Vəli də evdə olub, gəlib oturmuşuq. Hansı maşın avtomobillə gəldi? Mənim avtomobilimlə, 01 marka avtomobilim. Saat neçə idi? Saat 3-4 radələrində gəlmişik. İndi hal-hazırda həmin günü oturduğunuz yeri hansı şəraitdə söhbət eləməyi göstərə bilərsiniz? Bəli.
Zəhmət olmasa oturduğunuz yeri göstərin. Burada oturmuşsunuz. Bəli. Nə söhbət elədiniz burada? Bəli, Stolun üstündə spirt diski var idi. xeyr. Vəlicanın içib içməməsi barədə nə deyə bilərsiniz? İçib Məlidən içməyinə görə elə bir ki, biz buradan çıxanda mən gəldim, oturduq Elmətdinlə burada, Vəli ilə Elmətdin söhbət elədi, işlərini dəqiqləşdirdilər. Hansı işləri də konkret danış? Elmətdin dedi ona ki, bəs atamı vuraq da bugün də, bezdirib mənə. Elmətdin də evdən çıxanda atası onu vurmuşdu. Anasını da döymüşdü, Elmətdini də. Elmətdin də ağlaya-ağlaya gəldi, oturdu Vəliyin yanında. Vəliyin dəfələrlə demişdi ki, bu hadisəni törədək. Vəli demişdi ki, yox, mən qorxuram. Bu dəfə Vəliyin yazığı gəldi ona, ağladı. Yəni Vəlicanın nəzərdə? Bəli, Vəlicanın yazığı gəldi ona. Dedi ki, Elmətdin, deyirsən, öldürək, problem deyil. Mən də oturmuşdum orada. Bunlar qərarlaşdırdılar, saat 18 radələrində mənə dedilər, bizə apar bağlara. Yəni 18 radələrində kimi burada söhbət Bəli, edirsiniz? ancaq söhbət ediklər. Səninlə Elməddinin spirt içki içməsi barədə nə deyə bilərsiniz? Biz içki içməmişik. Elə bir ki, buradan 18 radəsində buradan çıxdıq. Yolda onlar spirtli içki aldılar. Yablar deyilən spirtli içki. Və ondan istifadə elədilər. Sən elədin? Xeyr. Mən sürücü. Ümumiyyətlə, həmin gün sən spirt içki qəbul Xeyr, etmişdin? eləməmişdim. Apardım, onları düşürtdüm orada. Məndən xahiş elədilər ki, bir dənə atama zəngqut gəlsin. Mən də zəng elədim, bir hadisə yerindən aralaşdım. 2017-ci il noyabrın 7-sində Sabunçu qəsəbəsində yaşayan Tünzalə Vəliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı Nazim Vəliyevin baş nahiyəsinə mətbəxdən götürdüyü çapacaqla, daha sonra isə maye qaz balonu ilə çoxsaylı zərbələr vuraraq onu qətlə yetirib. Xüsusi amansızlıqla qəsdən adam öldürmə ittihamı ilə təqsirli bilinən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın cinayət işi. Yanvarın 31-də Nəcməddin İbrahim Əliyevlə danışandan sonra Vəlican işığı olmayan qaranlıq bir otaqlı evin içərisinə daxil olub qapının arxasında gizlənib. Saat 20 radələrində evin qapısı açılıb və üzünü görmədiyi hündür boylu kişi içəri girib. O sağ əlində olan balta ilə həmin şəxsin baş nahiyəsindən bərk zərbə indirib. İbrahim Əliyev qapının qarşısında sol yanı üstə yıxılıb. Qaranlıq olduğuna görə ondan qan gəlib gəlmədiyini görməyib. Sonra huşsuz vəziyyətdə olan kişiyə bıçaqla bir dəfə xəsarət yetirib. Evdən çölə çıxıb tanışlarına İbrahimi öldürdüyünü deyib. Sonra Nəcməddinin avtomobili ilə onun yaşadığı bağ evinə gediblər. Yolda gedərkən İsmailov öldürdüyü şəxsin Elməddinin doğma atası olmasını deyib. Bunu Elməddin Əliyev də təsdiq edib. Həyətdə olan hamam otağında əynindəki qanlı şalvarı çıxarıb sobanın içində yandırıb. Baltanı və bıçağı torpağın altında bastırıb. Elməddin onun özündə olmadığını görərək Pirallahı qəsəbəsində fəaliyyət göstərən kafeyə getməyə təklif edib. Zöhrəb adlı taksi sürücüsü ilə birlikdə ora yollanıblar. Nəcməddin izi itirmək üçün meyidi bastırmaq ya da evi yandırmaq lazım olmasını dedikdə Vəlican heç birini etməyəcəyini, üzərinə düşən işi əvvəldən olan bölgüyə görə elədiyini bildirib. Kafedə bir qədər oturandan sonra yenidən onun yaşadığı bağ evinə qayıdıblar. Evdə Elməddin deyib ki, evi yandırmaq vacibdir və ona yalvarıb ki, razılaşsın. Zöhrəb Babayev onları Zirə qəsəbəsində mərkəzi yolun kənarında bir nəfərin benzin satdığı yerə aparıb. Elməddin taksi sürücüsünə pul verib və sonuncu 2 litrlik plasmas qabda benzin alıb. Bağlar masivində hadisə yerinə yaxın ərazidə avtomaşını saxladıb, Zöhrəba gözləməsini deyiblər. Evə girəndə Elməddin qorxduğunu, Vəlican isə ona qorxmamasını, artıq atasının öldüyünü bildirib. Əliyev təkəri içəri atıb, benzini otağa səpib. Evdən aralananda yaşayış sahəsinin alışıb yanmasını görüblər. Həmin gecəni Elməddin onun evində qalıb. Səhər saat 6-da isə Zöhrəbin maşını ilə çıxıb gedib.
axşam saatlarında Elməddin təkrarən zəng edib yanına gəlmək istədiyini bildirib. Vəlican onun tutulduğunu anlayıb. Buna görə də evdə olmadığını deyib. Səhərsi gün polis əməkdaşları tərəfindən saxlanılıb və törətdiyi cinayəti etiraf edib. Prosesdə Elməddin Əliyev qeyd edib ki, İbrahim Əliyevin öldürülməsini Vəlican Dadaşova sifariş etməyib. Dadaşovun atasına pul borcu olub. Nəcməddin İsmailov ifadəsində göstərib ki, cinayətin planlaşdırılmasında və törədilməsində iştirak etməyib. Belə ki, Vəlican Dadaşov İbrahim Əliyevi öldürəndən sonra bu barədə ona və oğluna xəbər verib. Vəlican Dadaşov bildirib ki, Nəcməddinlə kafede yeyib içərkən Elməddin ora gəlib deyib ki, daim onu döydüyünə görə atasını öldürüb. Mərhum İbrahim Əliyevi əvvəllər tanımayıb. Ondan və ya oğlundan heç vaxt pul almayıb. Zərər çəkmiş şəxsin hüquqi varisi Əbdül Əliyev bildirib ki, qardaşı İbrahimi oğlu Elməddinin sifarişi ilə Vəlican Dadaşov öldürüb. Nəcməddin İsmailov isə həmin cinayəti törətməkdə köməklik edib. Şahid Minə xanım Əliyeva bildirib ki, əri İbrahim Əliyev dəniz donanmasında işləyib. Münasibətləri yaxşı olub. O heç vaxt uşaqlarını döyməyib. Həmişə övladlarının qayğısını çəkib. Məhkəmə təqsirləndirilən şəxslərin bu cinayəti törətməmələri barədə verdikləri ifadələrini qəbul etməyib. Məhkəmə hesab edib ki, onlar öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi ilə belə ifadə veriblər. Məhkəmə nəticəyə gəlib ki, Elməddin Əliyev, Vəlican Dadaşov və Nəcməddin İsmailov Cinayət Məcəlləsinin 120.2.1-ci qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, 120.2.5-ci tamah məqsədi ilə qəsdən adam öldürmə və 186.2.2-ci əmlaki qəsdən məhv etmə və ya zədələmə ağır nəticələrə səbəb olduqda maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. 2018-ci il sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəlican Dadaşov 19, Elməddin Əliyev 18 və Nəcməddin İsmailov 17 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar. 2017-ci il noyabrın 7-sində Sabunçu qəsəbəsində yaşayan Tünzalə Vəliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı Nazim Vəliyevin baş nahiyəsinə mətbəxdən götürdüyü çapacaqla, daha sonra isə maye qaz balonu ilə çoxsaylı zərbələr vuraraq onu qətlə yetirib. Xüsusi amansızlıqla qəsdən adam öldürmə ittihamı ilə təqsirli bilinən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın cinayət işi.